Cənazəni gördükdə ayağa durmaq və bastırılmadıqca oturmamaq. Və necə ki buna dəlil olaraq Allah Resulü sallallahu aleyhi və səlləm hədisi gəlir ki: "İzə rəeytumul cənazətə fəqumu fəmən təbi'aha fələ yəq'ud hattə tuda'." Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biriniz cənazə gördükdə ayağa dursun. Kim o cənazənin arxasınca gedərsə, o bastırılmadıqca oturmasın. Və bu hədis göstərir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin meyitə qarşı olan hörməti və başqa hədisdə gəlir ki, tabiin rivayət edir ki, deyir ki, biz Abu Hureyra ilə birlikdə cənazədə idik. Və Abu Hureyra Mərvan əlindən tutaraq, yəni cənazəni müşahidə etdikdə, cənazə qoyulduqdan sonra oturdu ikisi də. Sonra Abu Said Əl-Xudri radiyallahu anh gəlir və dedi ki, Marvana, dur ayağa. Allaha and olsun ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizi qadağan etdi bundan. Əbu Hureyra dedi ki, doğrudur. Bu rəvayətdə, bu hədisdə, hansı ki Buxaridə gəlir, göstərir ki, cənazə bastırılmadıqca oturmamaq düzgün deyil. Və bunun həm sahabənin əməli var, həmçində Allah Resulü sallallahu aleyhi və səlləm də gəlir ki, rəvayətdə ki, Allah Resulü sallallahu aleyhi və səlləm oturmazdı. Və bu da cənazədə olan bir ədəbdəndir. Hansı ki, çoxumuz bunu görürsünüz ki, bunu əməl etmirik. Görürsən ki, bəziləri cənazə olduğu halda cənazə bastırılır, kimsə gülür, kimsə telefonla danışır, kimsə orada oturub ətrafındakı olan kəslərlə başqa söhbətlər edir. Amma halbuki məqsəd nədir cənazədə? Cənazədə məqsəd odur ki, gəllikdə tədəbbür etmək, dünyanı tərk etmək və ölümü fikirləşmək. Bu şeylərlə insan məşğul olmalıdır. Amma təəssüf ki, görürsən ki, hal çox dəyişilib və bu baxımdan biz cənazə gəldikdə cənazə ayağa durmaqdır və bastırılmadıqca oturmamaqdır. Bu da mühüm ədəblərdəndir ki, biz bunu riayət etməliyik.